Futbolçular Azərbaycan çempionatının 27-ci turunun əsas hadisələri Tovuzda cərəyan etdi desək, bəlkə də yanılmarıq məsələ burasındadır ki, həmin gün Turan Tovuz Akademiyasının 2-ci korpusunun açılış mərasimi baş tutdu. Elə həmin gün Qarabağ Futbol Klubu Tovuzda Turan Tovuzun qonağı olmuşdu. Bizim də qonağımız var. Elə həmin oyunda Turan Tovuzun heyətində 76-cı dəqiqədə Faiq Hacıyevi əvəz edib meydana daxil olan Orxan Əliyev bizimlədir. Gördüyünüz kimi Azərlə birlikdə təqdim edirik sizə bugünkü podkastı. Hər vaxtınız xeyir olsun. Turandan danışacağıq. Orxan və Azər, hər vaxtınız xeyir olsun. Orxan, xoş gəlmisən. Salamlar. Orxan, xoş gördük. Bəli, Emin, doğrudan da böyük maç, böyük oyun, tək futbol nəticəsi olaraq, klubların adları olaraq demirəm bunu, abu-hava olaraq uzun müddət unutmayacağımız, uzun illərdir həsrətində olduğumuz görüntüləri bu maçda gördük. Dolu tribunalar, pilləkənlərdə belə azarkeşlərin oturması və Azərbaycan futbolu üçün, futbol ictimaiyyəti üçün nümunəyə çevrilən oyun. Yəqin ki, bugün biz 50% futboldan danışacağıqsa, bir o qədər də elə oyundan kənar proseslər diqqətimizdə olmalıdır. Orxan, elə həmin oyunun iştirakçılarından biri oldum. Ümumiyyətlə, o cür dolu tribuna görmək yəqin ki, bizim futbolçular da, yəni hər tur elə bir ab-havanın şahidi olmalar. Necə təsir elədi sənə? Nə dərəcədə vacibdir bizim üçün tribunaları doldurmaq? Kəş hər oyun belə olsaydı çox super olardı. Çünki çox möhtəşəm idi. Sağa, sola, hər yerə baxırsan, görürsən ki, millət var, çox super idi. Bir dənə qapıların arxasında tribunalar yoxdur. Bəlkə də orada olsaydı tribuna, onlar da dolu olardı hər halda. İnşallah yəqin ki, gələcəkdə olacaq, o da. İnanıram buna. Amma ümumi götürəndə, yəni ki, bir moment arxaya belə döndüm, baxdım, görüm nə qədər millət var. Görürəm ki, doludur, polnudur, super, heç super, çox xoşuma gəldi. Deyirsən, bu həm də futbolçuların, təkcə məncə Turan Tovuz futbolçularının deyil, çünki onlar meydan sahibidir. Məncə Qarabağ futbolçuları da ölkə çempionatında, çünki yadındadırsa Qarabağın qapıçısı Andrey Lunyov Bayer Leverkusendən oyundan sonra üzünü azarkeşlərə tutub demişdi ki, səsləmişdi ki, bəli. Ölkə çempionatında da yəni meydanı doldurun. Təkcə Avrokuboklar uğrunda gedən görüşlərdə deyil, ölkə çempionatında da gəlmək lazımdır. Meydanı doldurmaq lazımdır ki, yəni sən oyuna baxa-baxa mən onu düşünürdüm Emin ki, Qarabağ futbolçuları indi bir neçə aydır artıq Avrokuboklardan uzaq düşüblər. Çox darıxıblar. Həmin atmosferi görmürlər. O atmosferi hiss eləyəcəklər. Yəni sanki Avrokuboklarda oynayırmış kimi hiss eləyəcəklər. Təəssüf ki, Turan Tovuz adına təəssüf ki, elə də hiss etdilər. Oyundan sonra indi uşaqlarla oturub danışırıq da, yəni ki, yaxın dostlarım var. Onlar deyirlər ki, çox super atmosfer var idi. Qarabağın futbolçuları. Qarabağın futbolçuları çox xoşuna gəldi onlar. Turan Tovuz, yəni ümumiyyətlə deyirlər ki, Tovuz cəmaatı çox qonaqpərvər cəmaatdır. Bunu mən indi demirəm, bu illərdir belə özünü təsdiq edən bir faktdır. Yəni yenə də qonağı görə nə qədər gözəl qəbul elədi ki, yəni komandadan çox həmin o faktlardan Qarabağ yaxşı şəkildə istifadə elədi və nəticədə Qurbanov rahat nəfəs ala bilər artıq bu mövsüm istəyinə çatdı. Qurban Berdiyevi nəhayət ki, məğlub eləmək şərəfinə nail oldu. Təəssüflər olsun, amma Turan Tovuz adına təəssüflər olsun, amma oyun barəsində danışacağıq. Həmin gün ümumiyyətlə həmin gündən danışaq istəyirsən, sonra keçək. Sözsüz, bəli, həmin gündən açılış, məlumatçılıq, doğrudan da ölkə futbolu adına və Turan Tovuz adına çox tarixi günlərdən biri idi. Yəni bir binanın açılışı orada mövzu deyildi. Orada verilən açıqlamalar, edilən yanaşma, məsələn, biz klub rəhbəri Ehtiram Quliyevi doğrudan da Azərbaycan futbolu üçün, xüsusilə Turan Tovuz üçün çox böyük bir tapıntı olduğunu, çox belə möcüzəvi bir başqan olduğunu deyə bilərik. Bəlkə də indi bu ifadələri işlətməyin bir mənalı görünmür, doğru görünmür, amma digər klublarımıza baxırsan, digər klubların idarə etmə modelinə baxırsan, rəhbərlərinə baxırsan və bu cür iş adamlarının indi buna qədər də tarixdə Ehtiram Quliyevlər çox olub, başqa klubların başında Ehtiram Quliyev simasında olan rəhbərləri nəzərdə tuturam. Amma adam bilirsən ki, başqandır, klubun keçmiş prezidentini, klubun
mənəvi böyük bir dəyəri olan Çox simvolik bir iş idi o. Bütün tədbirlərdə başda tutur. Eyni zamanda verdiyi mesajlarda var ki, biz elə bir ənənə qoymaq istəyirik ki, bizim üçün vacib olan Turan Tovuz dəyərləridir. O dəyərləri formalaşdırmaq istəyir ki, bu gələcəkdə bizdən dəfələrlə işlədi. Belə bizim verilişdə də deyirdi, bizdən sonra. Mən düşünürəm ki, bu hadisələrdə, bu oyun günü baş verən o açılış, o proseslərdə Ehtiram Quliyev həm də növbəti dəfə bu klub üçün və bu şəhər üçün, bu region üçün nə qədər böyük hadisə olduğunu göstərdi və doğrudan da təbrik edirəm həm azarkeşləri, həm cəmiyyəni, həm Turan Tovuz kollektivini, Azərbaycan futbolunu təbrik etmək lazımdır. Çünki bu gün yox, biz uzun illərdir danışırıq, Azərbaycan futbolunda bu cür insanlara çox ehtiyac var. Hər şeydən qabaq müstəqil iş adamı olaraq klubu himayəsinə alması və klubu təkcə futbol nəticələri ilə öz adını, klubunu tanıtmağa çalışması deyil, çox ciddi infrastruktur yatırımları ilə bunu etməsi. Yəni danışsaq uzun mövzudur, amma çox böyük hadisə idi və orada verilən mesajlar, orada göstərilən yanaşma şəxsən mənim üçün çox belə təsirli, çox zövqlü idi. Və hər anını belə deyək, o videoları, o fotoları hər anını çox belə zövqlə izlədim. Oktay Abdullayevin baxmayaraq 4-1 biz məğlub olduq, amma oyundan sonra Ehtiram müəllim girib, yəni ki, bizlə uşaqlarla belə söhbətlə dedik ki, uşaqlar, mən sizinlə fəxr edirəm. Baxmayaraq ki, uduzmuşsunuz, amma mən sizin yanınızdayım. Fəxr edirəm, inşallah yaxşı olacaq hər şey. Bu da çox maraqlı bir fakt bizim üçün. Böyük bir sistem oldu. Bilirsən ki, yəni ki, inanırlar bizə. Çox yaxşı bir şeydir. Əlbəttə və orada vacib məsələlərdən biri də azarkeşlərlə rəhbər orada bir kommunikasiya var. Azarkeşlər məsələn klubun nəticələri uğursuz olanda belə o rəhbərə sevgisinə görə, rəhbərlə olan o bir-birinə qarşılıqlı istəyinə, sevgisi, münasibətinə görə də klubdakı ab-hava qorunur da. Yəni normalda məsələn başqa cəmiyyələrdə çox unikal bir şeydir. Azər, sən nə demək istədiyini mən başa düşdüm. Sən fikir ver. Deməli komandanın nəticəsinə görə biz nəyə alışmışıq? Bundan əvvəl nəyə alışmışıq? Digər klublarda birbaşa rəhbərliyi günahkar görürlər, idarə heyətini günahkar görürlər, baş məşqçini və sonda futbolçular. Adətən belə olub, bu ənənə hələ də davam edir. Amma Tovuzlu azarkeş və Turan Tovuz rəhbərliyi arasında çox unikal bir kommunikasiya var. Onlar həqiqəti birinci axtarıb tapırlar, hər hansısa problem nədədir və tənqidi ora yönəldirlər. Bu günləri Turan Tovuz komandasının rəhbərliyi tənqid olunmur. Yerli azarkeşlərlə söhbət, onlar tərəfindən tənqid olunmur. Bu da tamamilə obyektiv bir şeydir. Tənqid olunan bir şey varsa, oyun zamanında hər hansısa bir dəyişikliklərin gec olması, baş məşqçinin hansı göstərişi, bu çox adekvat bir azarkeşlikdir. Və orada həmin o mən nəyə görə deyirəm o şəkil simvolik idi, Oktay Abdullayev və Ehtiram Quliyevin o şəkili. Bu ənənə Turan Tovuz ənənəsi, bu ümumiyyətlə Turan Tovuz heç kimin komandası deyil. Mən bunu həmişə demişəm. Bəzi komandalar var Azərbaycanda ki, onlar xalqın komandasıdır. Onların bir yiyəsi, bir rəhbəri ola bilməz, mümkün deyil. Çox gözəl. Bu Gəncə komandasıdır, Kəpəzdir, Turan Tovuzdur. Bu xalqın komandasıdır. Heç kim gəlib ora deyə bilməz ki, bu mənim komandamdır. Kimsə kömək eləyə bilər, kimsə dəstək ola bilər, kimsə komandanı yüksəldə bilər, lider ola bilər. Amma Turan Tovuz xalqın komandasıdır. Və burada sabiqlər, yəni Oktay Abdullayev, o xalqın komandasını Ehtiram Quliyeva tam belə etibarı ilə təhvil verdi. Yəni pas verdi, yəni ötürməni çox gözəl idi. O çox simvolik bir şəkil idi. Doğrudan da klubda artıq dəyərlər inkişaf eləyir. Yenə deyirəm, məsələn, sənin dediyin o Oktay Abdullayevdən olan foto, buna qədər Vidadə Əhmədovu daim başda tutması, orada verilən mesajlar və s. və məncə bu oyunda buna qədər bir neçə oyun olmuşdu çempionatın Turanın qayıdışından sonra və bu gün bir dəfə növbəti dəfə Tovuz özünü sübut etdi. Yəni şəhər olaraq, futbol şəhər olaraq Tovuzun özünü təsdiq günlərindən biri idi Azərbaycan futbolunda. Əlbəttə ki. Və azarkeşlər ümumi Azərbaycan futbolu çoxdandır belə bir şey görmürdülər. Yəni özün bilirsən ki, futbolumuzdan azarkeşlər inciyiblər. Bu da bir faktdır. Onlar bizim ölkə futbolundan inciyiblər, çox inciyidilər, çox uzaqdılar. Maraqlanmaq istəmirlər. Top çempionatları izləyirlər, bütün günlərini sərf edirlər. İngiltərə Premyer Liqası, İtaliya A seriyası, insan gününün 70%-ni buna həsr edən insan futbol dəlisi Azərbaycan futbolundan uzaqdır. Amma bu cür hadisələr baş verəndə, Turan nümunəsi baş verəndə
Tək ki bu Gəncədə də olsun, olacaq da bu istiqamətdə də işlər gedir. O stadion da dolacaq ümid eləyirik. Gəncə azarkeşi də öz sözünü möhkəm deyəcək. Digər bölgələrimizdə də üzü buna gedir, tək ki bir ortada böyük bir baryer olmasın və yavaş-yavaş bu legitimlik bərpa olunur. Nəyin hesabına? Bu cür göstəricilərin hesabına razısansa məndən. Razıyam. Azarkeşlərimiz Orxan fikirlərini gözləyir yəqin ki. Sözsüz ki, Orxana çəkilişdən əvvəl bir balaca biz meydanın örtüyü ilə bağlı Orxanla müzakirəmiz çox oldu. Bir dəfə mən Qurbanberdiyevə bu sual verəndə mətbuat konfransında dedim ki, meydan siz ümumiyyətlə karyeranız boyu adət eləmisiniz ki, daha çox təbii örtüyündən istifadə edirsiniz. Avropa təcrübəniz var, qələbələriniz var, kuboklarınız var Rusiya Federasiyasında. Bəs burada stadionun ot örtüyü ilə bağlı nəsə bir fikriniz varmı? İnsan tamamilə belə neytral yanaşır. Yox, qətiyyən heç bir problem yox, çətin yox. Amma mən bilirəm ki, çətinlik var. Hər bir futbolçuna bunu soruşsan, kullanan futbolçu hamısı hər kəs bilir. Orxan da etiraf elədi ki, bu çətinlik yaradır. Yer gəlmişəm onunla bağlı bunu da deyim, Orxanı gözlədirik. Ekrem Quliyevin açıqlaması var idi, oxudum bilmirəm. Dedi biz istəyirik avqustdan sentyabra yalnız mümkündür. Onda da komandanın azarkeşindən uzaq düşməklərini istəmirlər və bu səbəbdən PFL-ə bir müraciət var idi orada ki, bəlkə ilk dövrədə bütün oyunlarımızı səfərdə keçirək. Çətin görünür, amma ola da bilər. İndi bunu ümid eləyək ki, belə olacaq. Səfər oyunlarını birinci dövrədə daha çox səfər oyunları keçirmək istəyirlər bütün dövrəni ki, ikinci dövrə artıq öz stadionlarında oynasınlar. Əslində doğrudan insan qıymır da bu azarkeş bu camiyyədən. Sözsüz ki, bu azarkeş natural addımdır. İndi azarkeş başa düşməlidir, o nə qədər böyük bir qüvvədir. Fikir verirsən? Aha, aydındır, amma biraz sıxıntılı olacaq deyə düşünürəm o dönəm. Əgər Avrokubokları da vəsiqə olsa, üstəlik stadion Avrokubokları da hazırlanır. Sentyabr-oktyabr ayı komanda belə avqust-sentyabr ayı belə bir qarışıq, çətin durumda olacağı da indidən biraz görünür deyə bilər. Orxan istəyirəm biraz izah eləsin, nə dərəcədə çətindir ümumiyyətlə? Bizdə o problem deyil, yəni ki, bəzi klublar da var. Sözsüz. Poliyə görə biraz əziyyət çəkirlər, biraz da yox, çox əziyyət çəkirlər. Poli olmayanda yəni ki, çox pis olur. İnşallah yəqin ki, mənim fikrimcə bu düzələcək. Biz Turan Tovuzda olsun. İndi bazı bu yəni ki, bu ay yox, gələn ay deyirlər ki, hazır olacaq. Biz orada məşq eləməliyik. İnşallah yəqin ki, belə olar. Çünki Kürdaxanı nəzərdə tutursunuz. Hə, mən bilənlərdə. Müvəqqəti yer gəlmişik, qısaca anons eləyək. Əslində bu infrastruktur məsələləri çox genişdir. İzləyicilərimiz üçün də elan eləyək. Sadəcə indi futbol mövzusunda belə pik səviyyədə deyə danışmırıq, amma boşluq olduqca mövsüm bitəndən sonra bizim verilişlər davam eləyəcək və orada infrastruktur məsələlərinə ciddi yanaşacağıq. Yəni ciddi vaxt ayıracağıq. Ot örtüyündə Orxan özü də qeyd elədi ki, yəni zədə almaq şansı da yüksəkdir. Bu barədə çoxdan da danışırıq olur. Hətta Denis Morandici məsələsində mən bundan əvvəl də hiss edirdim ki, orada sürüşmə təbii ot örtüyündə ki qədər effekt versəydi, zədə bir o qədər ciddi olmayacaqdı. Bəlkə də heç sınmayacaqdı ona yağı. Amma meydanın əks effekti mən bunu adlandırıram. Süni meydanın effektini əks effekt futbol üçün əks effekt kimi adlandırıram. Onun hesabına bax böyük bir zədə aldı və bu Turan Tovuz üçün böyük bir zərbə. Yer gəlmişkən elə istərdim zədəli futbolçularla bağlı məlumatları verək. Şəhriyar Əliyevi azarkeşlər gözləyirlər. Hələ də hər şey sual altındadır, bilinmir. Növbəti 2 turda Şəhriyarı gözləməyə dəyməz. Denis Morandici də daha əvvəl məlumatımızı vermişdik. Müalicə gedir. Portuqaliyanın ən öndə gedən klinikalarından birində insan müalicəsini alıb və artıq əzələnin möhkəmlənməsi ilə bağlı olan məşqlərə start verəcək. Aprel ayının əvvəllərində və yaxud da əmsalda ortalarında Denis Morandici də artıq məşqlərə qayıdır. Orxan, ümumiyyətlə Turan Tovuza gəlişin necə oldu? Seçim kimin idi? Birbaşa baş məşqçinin mi seçimi idi? O izləmişdi, yoxsa təkliflər oldu menecerlər tərəfindən falan? Mənə təklif gəldi Turan Tovuzdan. Deyiblər ki, məşqçi səni istəyir. Yəni baxıb mənə. Necə, yəni ki, buna baxırsan, əslində mən srazu yəni ki istədim, okey verdim. Dedim ki, problem yoxdur, yəni ki, danışa bilər. Sadəcə dedim ki, mənim kontraktım var. Yəni ki, burada yəni ki, nəsə eləmək lazım, transfer, onu yəni ki, mən
heç nə elə bilmirəm. Yəni ki, siz hər şey eləməlisiniz, Müqavilə ilə kluba danışmalısınız. Ondan sonra biraz söz açığı biraz vaxt apardı, hardasa 10 güncə. Çünki qərar verməyə. Gəl alınırdı, gəl alınmırdı. Gəl keçirəm, gəl keçmirəm. Amma sonra yəni şükürlər olsun ki, yəni hər şey yaxşı oldu. Zbora getmişəm. Burada da Qurbanbek işinə görüşmüşdüm, söhbət elədim. Yəni ki, inanmasaydı mənə, yəni ki, çağırmazdı mən öz yanına. Belə. Yer gəlmişəm, mən eşitmişdim həmin o qış toplanışında futbolçuların bəziləri də çox xüsusi sən də qoşuldu. Başdan qoşulmuşdun da Türkiyə toplanışına qışda. İki gün buraxmışdım. Ayın 6-sı qoşulmuşdum. Orada uşaqlar deyirdi biz çox ciddi şeylər işləyirik. Yəni bunu eləyə bilsək çox yaxşı olacaq falan bilmirəm. Mən özüm də orada olmuşam. Yəni baxmayaraq 2 gün buraxmışdım, amma ümumiyyətlə çox yaxşı hazırlaşırdım. Konkret hər gün, yəni ki, gündə 2 dənə məşq deyildi, amma bəzi günlərdə 2 məşq var idi, amma belə çox intensiv məşqlər var idi. Yəni ki, bilirdik ki, yəni nəyə görə biz bunu eləyirik? Çünki Avroliqaya düşmək üçün o məqsədimiz o idi. Ona görə çox yaxşı hazırlaşırdıq. Baxmayaraq ki, 2 oyun uduzmuşduq orada, amma çox yaxşı hazırlaşırdıq. Həm də istər-istəməz orada zborda həmişə biraz yorğunluq olur da. Ona görə də belə oldu. Orxan bunu da soruşum. İmkan verir sualınızı verək. Ardı suallarım çoxdur. Yaxşı, onda bilmirəm o sualı verəcəm yoxsa ardıcıllığı qorumaq üçün soruşuram. Orxan çoxdan gözləyirdik, ona görə suallar yığılıb. İnandığını dedim baş məşqçinin. Bəs şans qazanmamağından narahatsanmı, yoxsa hər şey qanuna uyğundurmu bu an üçün? Əlbəttə futbolçu kimi baxanda, yəni ki, əlbəttə oynamaq istəyirəm. Yəni ki, bura oynamağa gəlmişəm. Yəni ki, yanında oturmağa gəlməmişəm də. İndi məşqçinin qərarı var. Yəni ki, mən birinci oyundan sonra yüngülləri zədə almışdım. Ondan sonra biraz təkrar oldu. Həminki zədə 2 həftə zəd buraxmışdım. Ondan sonra biraz qayıtmağa həmişə biraz çətin olur. O biraz təsir eləyir. Formanı yığmağa zəd falan belə. Sonra səbəb olaraq nə görürsün? Mən əslində onunla danışmışdım. O yenə dedi ki, mən sənə inanıram. İnşallah şansını gözlə. Şans gələn kimi ondan istifadə eləmək lazımdır. İnanılan gerisi o komanda bitir. Yox, mən ki bu məşqçiyə mən özüm də inanıram. Orxan, futbola ilk addımlarını Rusiyada atmısan və ümumiyyətlə orada Qurbanberdiyevi oradan tanıyırsan. Orada yanaşma necə idi ona? Ümumiyyətlə düşünürdünmü ki, bir gün onunla bir sözü açığı onu düşünmürdüm, amma yəni ki, o Barselonadan sonra, yəni ki, o belə deyim də beynimdə qaldı. Yəni sən Barselona azarkeşi. Mən Barselona azarkeşi idim. Deyirdim ki, deyilsən, indi Real Madrid azarkeşi. Yox. Həmişə Barselona qalacaqsan, ha? Və ağlıma gələrdi ki, ümumiyyətlə o vaxtda Qurbanberdiyev, Xavi, Iniesta, Busquets, Messi, komandanın baş məşqçisi Pep Guardiola və Qurbanberdiyev gəlir, Rubinlə onu məğlub edir. Həmin oyuna baxırdın yəqin ki. Əlbəttə baxırdım. Özdə qol, yəqin ki, qollara baxmışsınız, necə vurublar. Fantastik qol vurmuşdur. Heç bir şey düşünmürdüm ki, yəni ki, onunla bir yerdə işləyərəm. Çünki Rusiyada, yəni ki, öz adı, yəni ki, yüksəlib. İndi heç belə deyim, heç düşünmürdüm ki, yəni ki, Azərbaycana gələcəm. Yəni yuxuma da girməzdi ki, mən onunla hardasa. Bir müddət nəsə yazırdılar, Qurbanberdiyev gəlir Azərbaycan. Mən inanmadım, dedim, yalan deyirlər yəni ki. Sonra gördüm Qurbanberdiyev Turan Tovuzda, dedim, uyda. Getmək lazımdır. Mən belə deyim də, yəni ki, onu eşidəndən sonra dedim, yəqin ki, Turan Tovuz, yəni ki, istəyir yuxarılara getmək istəyir, inkişaf eləmək istəyir. O da belə deyim də, yəni ki, birinci il üçün, yəni ki, bu normal bir, belə deyim, normal bir nəticə verir də. Birinci il üçün, yəni ki, bu normaldır. İndi pis deyil, əlbəttə ki, sözsüz. Avroliqaya yaxınlaşırıq, yəni ki, 4-cü yerinə yarışın içində inşallah tək belə olsun ki, 3-cü yerdə biz tutaq.
tutaq, 3-cü Şanslar yerə var. gedək. Bəli, bəli, var. Sözsüz. Onu istəyirəm ki, mən özüm istəyirəm ki, Torontovuz inşallah bu ilin axırı, yəni ki, bu çempionatın sonu inşallah 3-cü yerə vuruşa bilərik də. 3-cü yer ya da Avro Liqaya getmək. Azərbaycan Kubokunda kimi azarkeşlik eləyəcəksiniz? Təbii Yəni bir Qarabağ. komanda var ki, Torontovuzun Məncə- bütün oyunçuları, bütün Torontovuz cəmiyyəti Qarabağa azarkeşlik eləyəcək. Yəni heç nə deyim, yəni ki, heç nə demək istəmirəm. İnşallah Xeyirlisi. xeyirlisi. Onun taktikasından mən istəyirdim soruşum ki, gör nə dərəcədə Bəlkə- uyğun gəlir. tamam, aha. Qurban Berdiyevin taktikasını necə sənə tanışdımı o taktika, oynamısanmı, rahatdımı? Yəni ki, Ümumiyyətlə fərqli nələr var? Açığı, onun yəni ki, bu taktika nə mən birinci dəfə oynayıram. Çünki əvvəl olsun. Hə, Torontovuzda beşli müdafiə ilə Bəli, birinci. Bəli, birinci dəfə olmuşdu. Olsun başqa klublar Araz Naxçıvan Kəpəz, orada 4-3-3 o belə oynayırdı. Biraz beşli mənə biraz təzə bir belə deyim taktikadır. İndi ona uyğunlaşmaq lazımdır. Həm də təzə gəlmişəm, partnyorları, uşaqları da yəni ki, hiss eləməlisən. Hə, yavaş-yavaş, etap-etap Etap bəli. İndi inşallah özüm də istəyirəm yəni ki, tezliklə yəni ki, uyğunlaşım. Belə. Orxan, son maçda olanlarla bağlı soruşacağıq. Sualımız çoxdur, amma məni ən çox maraqlandıran məsələlərdən biri komandanın alışmadığımız yox, son oyunlarda görmək istəyib görə bilmədiyimiz tempi qazanması idi, daha çox özünə inamlı olması idi. İndi biz bəzən deyirik, məsələn, Qarabağ kimi komandaya qarşı oyunlarda adətən futbolçular daha yüksək motivasiyada olurlar, amma düşünmürəm ki, bununla bağlı idi. Yəni sanki Qarabağa qarşı oynadığınız o futbolu baxmayaraq ki, səhvlər oldu, məğlub oldunuz və s. amma zaman-zaman müxtəlif vaxtlarda, oyunun müxtəlif vaxtlarında komanda səviyyə göstərə bilirdi. Düzdür, o uzun ötürmələr standartlı vəziyyətlər hesabına olsun, amma yenə də bir səviyyə göstərirdi. Niyə bu oyun başqa vaxt alınmır və yaxud da bu oyunda nə çatmadı ki, orada xal və ya xallar olasın? Bax, Qarabağ çempionatın belə deyim də, ən güclərdən biri komandadır. Onlara qarşı oynayanda, yəni ki, sən səhv, yəni ki, boşluq verməməlisən. Əgər sən onu verirsən, onlar ondan istifadə edirlər, ya da qol vururlar, ya yəni ki, onlara qarşı eləmək olmaz. Sən heç nə elə bilməzsən. Biraz boşluq verirsən, ondan istifadə edirlər. Ha, anında. Necə oldu yəni ki, bu axırı 2 dənə qol buraxdı. Balaca bir səhv elədi, gəldilər, bir dənə vurdular, sonra 2 dənə vurdular, yəni ki, 4. Tamamilə razıyam. Çünki oyun göstərirdi ki, 2-1-də Torontovuzun bərabərləşdirmək şansı var idi və kifayət qədər də momentlər yaradırdılar. Ayxan Hüseynov da təəssüflər olsun ki, sol ayağı ilə gözəl zərbə endirə bilərdi, amma topu 3-cü qapıya vurdu. Necə də vurdu? Amma yox, oturmadı ayağına. Sözsüz ki, Ayxan da kifayət qədər çalışdı həmin oyunda. Qol vuracaqdı da hətta mən deyim. Amma təəssüf ki, Orxan özü də qeyd etdi ki, Qarabağa qarşı səhv buraxmaq haqqın yoxdur sənin. Çünki Suriqayta qarşı 5 səhv buraxarsan birini qola çevirə bilər ya yox. Qarabağa qarşı mümkün deyil. Çünki anında istifadə edir. Heyətə bax, oyunçulara bax. Kadi Borges qayıdıb və ikinci ustalıq səviyyəsi də dublə yadda qaldı. Sözsüz ki, yəni Qurbanovun komandası axır ki Torontoza qarşı sözünü deməli idi və buna nail oldu. Növbəti oyun səfərdə Torontovuz Səba ilə qarşıdır. Mən istəyərdim artıq burada pozitiv, yox reallığa biraz keçək. Bu oyunda nə baş verməlidir? Yəni bu oyunda da xal itkisi olsa, burada artıq heç-heçə də xal itkisidir məncə Torontovuz üçün. Necə düşünürsən? Orxandan soruşaq. Orxan buyur, Səbail bu günləri hansı Səbaildə outsider kimi baxa bilərikmi onlara? Yox. Mən çempionatda deməzdim ki, yəni ki, birinci yer ya da axırıncı yerinə, yəni ki, axırıncı yeri saymayacaq. Belə bir şey yoxdur futbolda. Yəni ki, özünüz də görürsüz, yəni ki, любой bir komanda Qarabağı da uda bilir, onlarla bir oyun göstərə bilir. Ona görə biz çox ciddi yanaşmalıyıq bu oyuna. Baxmayaq ki, bu komanda axırıncı yerdədir. Çünki əgər biz onlara belə yanaşsaq, yəni ki, bu biz üçün pis olacaq. Ona görə biraz ciddi olmalıyıq, yaxşı hazırlaşmalıyıq.
İnşallah mən istərdim ki, biz bu oyunu udaq. Çünki yəni ki, biz o qədər xal itirmişik. İtirməyə şansınız yox. Şansımız yoxdur. Ümid eləyirəm ki, həmin oyunda Orxan meydanda şans qazanar, oynamaq şansı və qol vurar. Qol vursan məni yaddan çıxartma, bir işarə ilə filan göndərəcəm bir dənə. Həmin o qolu həsr eləyərsən çox sevinərəm. Çox gözəl olar belə bir şey olsa, yəni. Verilişdən sonra işarəni deyərik də, nə işarə? İşarəni yox, indi hələlik göstərməyək. Sir olsun. Sir olaraq qalsın. Orxanın qol vurmağını hamınız sıxın, hörmətli izləyicilər. Azər, buyur, digər sualların varsa bir. Suallarımdan biri ümumi son baş verənlərlə bağlıdır. Mən indi başa düşürəm ki, hansısa bir bəzi məqamlar var ki, futbolçu onu danışa bilməz, amma biraz daha arayış, daha çox izah istəyirəm. Məsələn, son oyunlarda nələr baş verdi? Sumqayıtdan oyuna, Neftçi ilə oyun bəlli idi vəziyyət. İndi qırmızı biraz dəyişdi. Sumqayıtdan oyun, ondan qabaqki oyunlar, komandada nəticə olaraq eniş var. Yanvardan sonra və bu davam eləyir. Komandada məşqçi inadları var. Məsələn, indi biz azarkeş gözündən, jurnalist gözündən baxanda deyirdik, danışırdıq, Ayxan məsələn oynamalıdır, xəyal oynaya bilər, oyunu dəyişir, baxanda görünür, əvəz etmədən sonra bunları eləyir və nəticəsində Qarabağdan oyunu məsələn gördük ki, Ayxan kifayət qədər lazımlı futbolçu və s. İndi bunları misal üçün deyirəm. Qarabağdan oyunda? Qarabağdan oyunda Ayxan. Ondan qabaqda qol vurmuş. Bəli. Dəyişmələri də görürük. Yəni nələr baş verirdi? Son oyunlarda baş verənləri nəyə bağlayırsan? Fərdi səhvlər bildik. Oyunu yəni ki, deyirsən də yəqin ki. Axırıncı oyun Sumqayıtdan oyun falan var. Məsələn, məşqçi və futbolçular, cəmiyə, hər kəs fərdi səhvlərə bağlayır. Biz də bilirik ki, fərdi səhvlər onsuz yəni ki, o həmişə olur və olacaq. Çünki səhvsiz futbol olmur da. Sadəcə yanaşmağı, mənim fikrimcə yanaşmağı. Yəni ki, sən bilirsən ki, sənin hər bir futbolçuda bir məqsədi olur. Yəni ki, sən öz məqsədinə getməlisən, irəliyə getməlisən. Məsəl üçün, sən öz məqsəd qoymursan, Avroliqaya düşmək. Məsəl üçün, 5 məşqçi olsun da. Yəni ki, onun beynində konkret, yəni ki, bəlkə bizə də göstərmək istəmir bunu, amma yəni ki, Avroliqa. Onun məqsədi orada. Yalnız. Yəni ki, sən təsəvvür elə 72-73 yaşı səhv son yaşı o. Yəni ki, insan futbolunu yaşayır. Sözsüz. Konkretlə yaşayır. Bütün oyunları izləyir, analiz eləyir, bizə də başa salır. Təsəvvür elə, oyundan sonra biz qatarına gedirik, bəlkə oturur, oyunu izləyir. Yəni ki, nəyi düz elədi, nəyi səhv elədi. Artıq neçənci oyunçudur bunu deyir bizə? Konkret, yəni ki, hər bir insanın podxodu var. Disiplina deyirlər də. Yəni ki, o öz podxodu ilə yəni ki, gedir. Ona görə mən məsələ budur ki, bir şey deyim, bu onda istəyi biz bilirik. Futbol bu insan, yəni futboldan başqa bunun heç nəyi yoxdur. Elə ömrü bunun futbola bağlıdır. Yəni gəncliyindən indiyə qədər. Məsələ odur ki, bunun istəyi düzgün istiqamətdə getmir. Bəlkə o istəyini nəticəyə çevirə bilir. Bəlkə onun tələbləri Azərbaycan futbolu bunun üçün hələ hazır deyil. Futbolçuların çoxmu yükləyir, ola bilər. Bəlkə çoxmu xırda detallara fikir verir. Və yaxud da ola bilərmi ki, bir çoxları belə deyir. Yəni mövcud imkanlarla, mövcud heyətlə, mövcud vəziyyətlə olmalı olan ən yaxşı nəticədir. Yəni bundan yaxşısını heç bir məşqçi bacara bilməz. Belə variantlar da var. O da var. Amma belə deyim, bizim çempionat biraz fərqli çempionatdır. Ona da uyğunlaşmaq lazımdır. Məsəl üçün Rusiya çempionata baxanda, yəni ki, ancaq çox vaxt orada olmuşdur. Orada olub, bəli, Rusiya futbolunda olub. Yəni ki, orada həm çox keyfiyyətli futbolçular var, hər şey temp yüksəkdir. Temp yüksəkdir, stadionlar, zət hər şey başqa. Çox yüksək səviyyədə. Amma bizim çempionat daha, yəni ki, sən ona uyğunlaşmalısan. Sənə vaxt lazımdır. Biraz düşməlisən. İnsanları tanıb da bu insan o qədər inkişaf eləyib ki, indi nisbətən inkişafda geri qalan. İnsanları tanımaq lazımdır, futbolçuları tanımaq, nəyi bacarır, nəyi bacarmır. Ondan sonra yəni ki, iş görməlisən. Futbol mental. O da mən belə deyim də, yəni ki, mən özüm görürəm də, istər-istəməz görürəm ki, məşqçi nə istəyir. Görürəm ki, konkretlə
çalışır uşaqları başa düşmək, Hə. atmosferini falan zadı hər şeyini çempionatı da baxar. Yəni yavaş-yavaş Azərbaycanlaşmağa doğru gəlir. Əslində Qurban Berdiyev üçün bu yaxşı göstərici deyil, amma məcburdur da. Neynəsin? Yəni Əgər insan görür sən ki, çox yüksəkdən gedə bilmir. Heç kim bunu Əgər başa sən düşmür. nəticə Buna vermək məcburdur. istəyirsən, əgər nəticə vermək istəyirsən, onu eləməlisən. Eləməlisən, sözsüz. Yəni hər İndi ölkənin öz dilində danışmalısan. Bəlkə gəlin hər şey başqa cür olacaq, amma indi yəni ki, yerli futbolçular var. Yəni ki, bizim psixologiya biraz başqa cürdür. Yəni ki, bizdən də yəni ki, sən danışmalısan, başa düşməlisən bizi. Mən ümid eləyirəm ki, bu mövsüm artıq onu yavaş-yavaş başa düşəcək, amma gələn mövsüm mən inanıram ki, başqa cür Toronto olacaq. Çünki onun özü də artıq növbəti mövsümə böyük ehtimal ki, qalacaq, qalsa, onun planları tamamilə başqadır. Bir də komandanın ən çox əsas üstünlüyü standart və istəyirəm bəzi məsələlər biraz açaq da izləyicilərimiz üçün. Əsas üstünlüyü verir standart vəziyyətlərə və çox uğurlu alınır. Demək olar hər gün sərbəst həm standart vəziyyət komanda rəqib üçün təhlükəyə çevirir və özünüz də sanki futbolçular da məsələn belə deyək, meydanın rəqabət hissəsində cərimə qazanmağa meyllidirlər. Məsələn, biz Alex Souza'da daha çox görürük. Hər fürsətdə o cəriməni qazanmağa çalışır. Təbii ki, komanda standart vəziyyətlərdə yaxşı olduğu üçün. Yəni ki, o sir deyil də, yəni ki. Görünən məsələ. Biz onun yəni ki, bu görsənir. Pərdə arxası tərəflərini bilmək istəyirik. Məşqlərdə nə işləyirsiniz, necə işləyirsiniz? Yəni Başqa klublar bunu da demək biraz düz olmaz. Çünki mən onu desəm, yəni ki, mən biraz İnsan çox provokasiya çəkməyəcəklər ona görə. Amma Yox, misal üçün əsas odur ki, siz özünüz görürsüz də, yəni ki, hiss olunur yəni. Üstün nədir? Yəni Təxmin eləyirik bəli. Ay sağ ol. Əsas odur. İndi mənim deməyim də o biraz düz olmayacaq. Yox, sözsüz ki, komandanın sirlərini açmaq Ona burada. görə o biraz qalsın. amma xüsusi işləyirsiniz də standart vəziyyətlərdə. Təbii ki. Bəs futbol olaraq bəzən daha çox biz də az ötürməli, uzun toplara hesablanmış futbol görürük və bu da azarkeşlər tərəfindən təbii ki, bir mənalı qarşılanmır, amma müəyyən hücumlarda baxırsan indi bizdə statistika yoxdur əlimizdə, amma uzun ötürmə belə gözə yarı Uzun ötürmə sayı ümumiyyətlə Turan Tovuzda kifayətdən biraz yüksəkdir. Yəni çox istifadə edirlər uzun ötürmədən. Yəni bu uzun ötürmələr belə deyək də, bu uğurlu uzun ötürmə. Bu vur qabağadır yoxsa hesablanmış uzun Hər ötürmələr, bir işlənmiş şeylərdir. Hər bir məşqdə öz taktika, podxodu var. Yanaşması. İndi mən deməzdim ki, Qurban Berdiyev yəni ki, buna üstün vermək istəyir. İndi bəlkə alınmır, bəlkə nəsə alınmır, yəni ki, buna keçirlər. Amma mən deyim ki, biz ancaq vur qabağa oynayırıq. Yox, mən onu deyə bilmərəm. Çünki biz məşqlərdə olsun kvadrat, futbolda zətdə əsasında topu kontrol eləmək, baş işləməyi zadı, yəni ki, hər şey işləyirik. İndi oyunda bəlkə indi görsənir ki, ancaq biz vur qabağa oynayırıq. Mən o haqqda heç nə deyə bilmərəm. Çünki biz məşqlərdə bunu işləmirik. İndi bəlkə hansısa bir moment olur ki, bir var ki, mən axırıncı zaşitəm, bir var ki, mən səhv elib gəlib bizə qol vurarlar, bir və mən onu qabaq vuraram ki, yəni ki, təhlükədən biraz qıraqda qalaram. Məsələn, Ona görə qıraqdan biraz başqa cür görsənir. Sözsüz, kənardan başqa. Yəni ki, biz çalışırıq. Yəni ki, topu saxlamağı zadı falan, ataka başlamaq zadı, hər şey bunu biz işləyirik. Aydın məsələ. Azər, əlavən yoxdursa artıq zamanımız da daralır. Çünki YouTube-a biz özün bilirsən ki, bəlli bir zaman var, həmin zaman çərçivəsində yerləşdirmək istəyirik. Belə, yeri gəlmişkən elə verilişimiz gedəndə TikTokda da canlı yayımda oluruq. Veriliş bitir, oxuyacağam indi. Hörmətli Turan Tovuz və Azərbaycan futbolunu sevərlər, bu günlük bu qədər. Növbəti buraxılışımızı izləməyi unutmayın. Sağ olun, salamat qalın.